Cədvəlsən x-in qiymətini deyir tapın. Səhli biçin çiçəyinin rüşeym kisəsində spermlər daxil olduqdan sonra 2 qat mayalanma prosesində deyir ki, iştirak edəcək hüceyrələrdə xromosomların ümumi sayı 52-yə bərabərdir. Biz bilirik ki, 2 qat mayalanma prosesində iştirak edən hüceyrələr mərkəzi hüceyrə, yumurta hüceyrə və 2 ədəd spermidir. Bunların cəmini bizə verir 52. Sonra deyir, iştirak edən erkək qametlərdə xromosomların ümumi sayı 16-ya bərabərdir. Yəni, bu 2 dənə spermin xromosom sayı 16-ya bərabərdirsə, mərkəzi hüceyrə ilə yumurta hüceyrənin sayını tapsaq, 52 xromosom sayını daha doğrusu tapsaq, 52-dən 16 çıxacaq, eləyəcək 36. Mərkəzi hüceyrə yumurta hüceyrənin həmişə 2 qatı olur. Deməli, 2x şəklində yazsam, yumurta hüceyrəni də x şəklində yazsam, 3x-ın bərabərdir 36-ya, x-ın da bərabərdir 12-yə. Demək ki, yumurta hüceyrənin xromosom dəsti 12-yə, mərkəzi hüceyrəninki isə 24-ə bərabərdir. Və sonda bizdən soruşur ki, iştirak etməyəcək hüceyrələrdə xromosomların ümumi sayı x-dir. İştirak etməyəcək hüceyrələrin sayı 5-dir. Çünki rüşeym kisəsində 5 dənə hüceyrə vardır ki, onlar mayalanmada iştirak etmir və haploid xromosom dəstinə malikdir. Eyni zamanda yumurta hüceyrə ilə eyni xromosom dəstinə malikdir. Yumurta hüceyrəni biz tapdıq ki, xromosom dəsti 12-yə bərabərdir. Odur ki, 5-i də vuracam 12-yə, cavabımız edəcək 60. Doğru variantımız D variantı olmuş olur.